Biz burada bir dənə sərfiyyat vuracağıq. Və bu sərfiyyatda bura 2 kvadratlıq yerdir. Bunu həm düzəldə istifadə etmək olur, həm əyriyə istifadə etmək olur. İstifadədən qabaq qəşəng qarışdırırıq. Və bir də yaxşı olar ki, ev temperaturunda olsun. Demirəm, qazın üstündə qoyaq qaynada, amma... Qaynadı partlatmışlar. Hə, bir də qaynadı partlatmışlar. Qoyublar, katuska kimi qaynadı var. O da partiyib kuxunlar zaten hamısı məhv eləmişdi. Hə. Nə gedir? Xeyirli olsun, hörmətli izləyicilərimiz sizə köpüklərin sərfiyyatı haqqında məlumat verəcəyik. Gördüyünüz kimi, Abşeron Ticarət Mərkəzində fərqli sayda hörgü üçün, inaktivasiyaya yapışdırmaq üçün, damları izolyasiya eləmək üçün və fərqli çeşidlərdə məhsullarımız gəlir. Deməli, bugün sizə məhsulun sərfiyyatı haqqında məlumat verəcəyik. Yəni, bir dənə məhsul neçə kvadrat metr yerə gedir. Və bu da asıl ustanın əl səliqəsindən. Əgər ustanın əl səliqəsi yaxşıdırsa, elə bizim kimi vuracaq. Deməli, buradan başlayaq. Bu məhsuldan vuracaq. Və burada gördüyümüz tapançaların bir dənəsə fərqi yoxdur. Yəni, bunlar tapançalar xüsusi tapançalardır. Götürdüyüm məhsul hansıdır? Parinor. Parinor üstü. Hə, parinor üçlüyünü istifadə edəcəyik. Tapançada fərqi yoxdur, bir dənə tapança götürəcəyik. Və bu tapançalar haqqında qısa məlumat verim. Tapança profesional tapançadır. Bu tapançaların görünüşündən tapançalar var. Görünüş tapançalar var. Eyni belə tapançalardır. Amma bunların içi başqadır. Yəni, biz bu sahədə təcrübə qazandığımıza görə əminliklə deyə bilər ki, bu tapançadan alıb vura bilərsiniz. Ancaq başqa tapançadan alacaqsınız, eyni bu görünüşdə olan. Məsələn, bir neçə istifadədən sonra baxacaqsan ki, artıq o effekti vermir və yaxud da sprey kimi gözəl şəkildə yaymır. Və bu tapançanın üzərində uzluq ki var və bu uzluq da profesional uzluqdur. Yəni, biz bunu həm belə istifadə edə bilərik, yəni yan divara, həm aşağı divara, həm bunun, bir dənə çəkməm, görsənlər burada yoxsa yox. Bunun xət var, içində xətdir. Bunu çöndərəm bu istiqamətdə. İstənilən istiqamətdə vura bilirsən. Fırada belə vurmaq olar. İndi biz bütün dərəcələrdə işləmək olur da, belə deyək. Bəli, bütün dərəcələrdə istifadə etmək olur. İndi biz nəyə görə bu başlıqla istifadə edəcəyik? Biz burada bir dənə sərfiyyat vuracağıq. Və bu sərfiyyatda bura 2 kvadratlıq yerdir. 2, onda 3-dür. 2-dən çoxdur. Biz əslində bunun düz olan başlığından bir də vurmalıyıq. Düz başlığı ilə. Sadəcə bunu göstərməkdə məqsədimiz odur ki, bu başlıq elə bir başlıqdır ki, bunu həm düzəldə istifadə etmək olur, həm əyriyə istifadə etmək olur, həm bunu aşağı tərəf çöndərirəm, o polun üstünə belə istifadə edirəm. Ona görə biz deyirik də profesional başlıq. Bəli. Bunu yuxarı qaldırıram, aha bax, yuxarı tərəfə istifadə edə bilirəm. Belə. İndi maskamı geydim. Yaxşı olar ki, fərdi mühafizə vasitələrindən istifadə edəsiniz. İstifadədən qabaq. Bax, görürsünüz, gözəl-gözəl, bu məhsulların üzərində başlıqları olur. Ancaq bunlar bizə istədiyimiz performansları verə bilmir. Bir tərəfi 2 sm verir, bir tərəfi 5 sm. Hə, biraz məsləhət deyil, belə... Cobud yayır. Cobud yayır, hə. Bunu da vurmamışdan qabaq qəşəng qarışdırırıq. Yəni bir 20-30 dəfə qarışdırırıq. Nə qədər çox qarışdırırsa, bir o qədər qəşəng. Və bir də yaxşı olar ki, ev temperaturunda olsun. Məhsulun asılmağı onda daha yaxşı olur. Demirəm, qazın üstündə qoyaq qaynada, amma... Qaynadı partlatmışlar. Hə, bir də qaynadı partlatmışlar. Qoyublar, katuska kimi qaynadı var. O da partiyib kuxunlar zaten hamısı məhv eləmişdi. Deməli, bildiyimiz ki, sadə belə bir şeydir. Gəl bura. Belə, eyni qaydada bağlayırıq. Rezbadır da. Hamısı rezbalıdır. Hamısı da bütün bizdəki tapançalar hamısına gedir. Çox da güc eləməyə ehtiyac yoxdur. Bağladım, biraz sıxdım, bəs salam. Axıra qədər bağlandı, bəs edir. Yəni, möhkəm sıxmayın. Möhkəm sıxsaz, xarab ola bilər. Aha, bax, bu istiqamətdə, oradan səhv elə. Bax, belə vura bilmirəm. Çünki o atdan yuxarı çıxır. Atdan yuxarı, bunu söndürəm bu istiqamətdə. Özümdə əyilirəm beləsinə. Bismillah. Nə gedir? Səthi görməkdə bağlayır. Yəni, əsl izolyasiyadır. Bu səthi bağlayır. Bura biraz qalın gedir. Əla. 2 kvadrat nə qədərdir bura? 2 onda 3 kvadratdır, hə? Bir də ki,
Bunun içində qalıb var, hələ də qurtarmayıb. Hələ bu içində qalıb. Əla. Bax hələ sonra da deyirlər ki, ona gedirəm bazarda Teymur bu məsələyi deyirlər. Toxum bazarda məhsullar var, düzdür. Var. Amma Bazarda cürbəcür məhsullar var. Bax yenə də qeyd edirəm. Bunların görünüşləri eyni bu görünüşdədir. Amma içlərində kvadratı az olan məhsullar da var ki, qiymətləri ucuzdur və onların içində 1 kvadrat ancaq çatar. demək ki, mövzuya toxunum, deməli qazı çox vururlar. Məhsul azdır içində. Bildin nə demək istəyirəm? Çəki də ağır olur da. Çəkisi ağır olur, qaz çox da içində. Sadəcə qeyd edim ki, polların altına bu cür qalınlıqda vura bilərsiniz. Amma dəmir metallara, şiferlərə çalışasınız ki, Bunun indi şişəndən sonra ən azı 3-4 sm olacaq. İndi biz bu səhnəni, bu çəkilişi, bu qalsın qurusun bir gün. Ondan sonra sizə göstərəcək ki, məsələn, bu cür vuranın nə qədər qalınlıqda olur. İndi bir də ki, bunu yumağını göstərəm sizə. Belə bir təmizləyicilər var, belə kesi başına, və beləsini. Birinci tapançanı uzun təmizləyirsiniz. Görsünüz bunu. Aha, Çünki qalıb, çünki bu içində lezva kimi bax belə bir nazik bir yer var. Vuran əsas da odur. Aha. O qalıb qurumasın. Bu için boşaldın da. Bura boşaldım bilsin. Yox, tut aşağı, balonlaşdır. İçində qalıb nə zaman? Üstünə vurmaq istəyirsən, onda sərt də vur üstünə geçsin, hə. Hə, buna Hə, sən. sərt ki, biraz qalınlıq versin. Maşallah, herhangi sərt geçsin. Yəni 2 kvadrat 2.3 idi. Biz də üstünə əlavə biraz səpirik. Çünki balonun içində qalır. Yox. Beşə. Əla. Görürsünüz, bu tapançanı açdı. İndi tapançanın görsünüz mü? Ağzından biraz köpük tökülür. Bunu bağlayırsınız. Tapançanı içə təmizləyirsiniz, bax. Bir də təxminən bir 15 saniyə bunu bunun üstündə saxlayırsınız. Çox saxlamaq məsləhət görünmür. Çünki qazı çıxacaq yavaş-yavaş. 15 saniyə saxlayırsınız ki, bu təmizləyici bu tapançanın içindəki yapışmış köpükləri oradan təmizləyə bilsin. Sətə yapışmışları hamısı Hə, çıxsın. biraz səbirli olun, yəni anadan çıxartmayın. Aha, şu. Aha, şu. Tapança oldu tərtəmiz. So, görürsünüzmü? Bax, rəngli su gəlir hələ içindən, bax. Demək ki, tapançanın içi hələ tam təmizlənmir, görürsən? Rəngli su gəlir içindən. Şu, bu tapançanı. Əgər səliqəli istifadə etsəniz, yəni qırmasaz, nə qədər istifadə edəcəksiniz, elə bizim kimi. Belə. Salam aleyküm, Allah sizi qorusun. Hə, tamam. O da qapıda gözləyir, yetim. So, videomu bağlayıram. Allah amanında yeni şilayələrində görüşmək ümidi ilə. Yəni özünüz də gördünüz ki, biz 2 kvadratdan çoxuna vura bildik. Bu sizin vurmağınızdan asılıdır. Nəyi? Metrə. Gəl mənim də cibimdə metrə var, götür. Lazer metrə var, götür. Cibimdə götür lazer metrəni. So. Mən oradan. Mən də 2 kvadrata. Kvadrata deyiləm. So. Oradan tutur. Oradan tutur. Mən dayandıram ki, vurur. Ay şey. Nə zəhmət olacaq? Burada vur, qarnıma vur. Yox, bir dəfə tutsun sən o çəkmə onu, bir dənə. Hə, yaxşı. Uzalır mı sən? Əldə tut köpüyün kanisindən. Maşallah. Köpüyün kanisi buradır. Hə, vur bura. Aha. Köpüyün kanisi. Bir hissəni vurdum. İndi isə yuxarı hissədən aşağı vur. Tamam. Nə qədərdir? 2.2. 2.2. 2.2 3-4 olacaq şişəndən sonra. 3-4 sm qalınlığında görür. Yəni imkanınız varsa polların altında biraz da nazik vura bilərsiniz. Çox qalın vurmaya ehtiyac yox. Belə qalın ehtiyac yoxdur. Belə yəni mansarlar üçün vurmaq olar. Hə. Belə. Yəni məhsullar öncədir ki, bazarda fərqli növlərdədir və sərfiyyatına görə. Ola bilərsə ki, bir məhsul alasınız, məsələn 1 kvadrat verər. Ona görə də indi biraz bazarda da maxinasiya edirlər. Məhsulun içərisini, sərfiyyatını azaldırlar, qazı çoxaldırlar. Yəni belə hallar olur. Ona görə də biz sizə tam olaraq çəkib bax belə şəffaf göstərdik ki, görəsiniz ki, məsələn Polinor 3D nə qədər sərfiyyat verdi. Allah amanında